Sizcə Rusiya ilə münasibətlərimiz 26-cı ildə necə gedəcək? Məsələn, bu gün yayılan açıqlama ki, bəylər Əyyubovun qardaşı oğlu Ruslan Əyyubovun, yəni faktiki olaraq üzdə sadəcə bir cinayət hadisəsi kimi təqdim edilən, sonra daha çox kriminallaşan, sonra bu dövlət çevrilişinə bir şəkildə bağlandığı artıq bir havada duyulan məsələ. Rusiya ilə münasibətlərimizi 26-cı ildə hansı məcraya çəkilir? Daha da mı kəskin bir ton alacaq? Çünki məsələn bugün yayılan informasiyaları bəlkə çoxları bilirdi. Mən nəzərdə tuturam demək bu bağ evi haqqında efir rejissorumuzdan da xahiş edirəm o görüntüləri versin. Google Maps-dan bugün bir görüntü yayılıb ki, ona əslində Bakıda bir neçə restoranın elə həyətində balıq yeyəndə baxıb görmək olar. Amma bunlar haqqında Azərbaycanda heç kim danışa bilmirdi zamanında. Yəni israrla susulması tələb olunan məsələ idi. Çünki arxasında dayanan güc kifayət qədər həm burada güclüydü, həm kənardan aldığı güclə buradakı hegemonluğu imkan vermirdi bu informasiyaların yayılmasına. Amma bu günləri məsələn qubernator sarayı, nə bilim oradakı minarəli məscidlər, Ruslan Əyyubovun faktiki olaraq nəzarətində olan bir ərazinin açıq şəkildə yəni təqdim edilməsi, orada bir sıra Xəzər dənizinə də bağlı bir prosesin getməsi, bir tərəfində də məsələn İranın dayanması, yəni alternativ liman ki, Azərbaycanda beynəlxalq bir trafiking məsələsinə bir vurğu varmış kimi hiss elədim mən bu informasiyada. Nə gözləyirsiniz bu məsələdə 26-cı il üçün? Yəni bu cür xarakterik proseslər davam edə bilər mi? Yox, siz yaxşı qeyd elədiniz ki, o reportajda, o Ruslan Əyyubov məsələsində bu belə bağlı sarayların, filan villa, nə bilim 5 hektar, 15 hektar, bu elə də çox əhəmiyyətli bir məsələ deyil. Çünki Azərbaycan ərazisində o cür komplekslər, o cür tikililər, o cür şeylər həddən artıq çoxdur. Bəli. Və biz alternativ, gizli indi şərhlərdə televiziya kanalları deyir ki, ola bilsin burada alternativ liman olubdur. Narkotrafikdə də işarə olunur. Deyək ki, sigaret mafiyasına, ticarətinə, indi şimdi o da hər şey ola bilər. Silah ticarəti də ola bilər, başqa məsələlər də ola bilər. Yəni burada əslində bizim yadımıza gəlir də Azərbaycan gömrüyündə brokerlərin ayrıca qurulması, Azərbaycanda qara iqtisadiyyatın, rəsmi iqtisadiyyatı qat-qat hər zaman üstələməsi. Yəni biz dövlət olaraq bu ərazi bu cür idarə olunub 10 illiklər boyu. Və o binaların, o qurumların olmasında elə qeyri bir şey yoxdur əslində. Sadəcə olaraq bugünkü reportajda adlarda müəyyən simvolik işarələr var. Müəyyən mesajlar ötürülür. O siz dediyiniz qubernatorun Dəniz sarayı. Azərbaycanın da xəritəsi var. Onda maraqlı məsələdir ki, bu qubernator Azərbaycan deməli quberniyadır, kimin quberniyasıdır, qubernator kimdir? Kimi nəzərdə tutulur, kimin kod adıdır? Hansı qubernatorun sarayıdır? Və düşünmürəm ki, heç o sarayı tikən adam elə bir adlar qoysun əslində özü. Amma hər halda cəmiyyətə İnqilab evi, hə. Ondan sonra Minar sarayı, İnqilab sarayı. Şəməngül kimdir acaba? Yəni burada Həymədəddin kim? Minar qəbul evi. Qəbul evi. Kimi qəbul edirlər orada? Yəni qəbul evi adətən yəni prezident iqamətgahlarında baş verir. Yəni və onun məscidi orada məscid niyə tikirsən ki, orada kim var məscidə getsin, ibadət eləsin özdə o boyda və s. Yəni bu məsələlərdə hesab edirəm ki, Azərbaycan cəmiyyətinə, dövlətinə simvolik, rəmzi mesajlar ötürülür. Bu sözlər elə belə sözlər deyil. Yəni bu məsələnin mahiyyəti bu sözlərin içində gizlidir. Yəqin ki, bir müddətdən sonra cəmiyyət olaraq bütövlükdə bu sözlərin mahiyyətini, mənasını biz başa düşəcəyik. Amma hələlik anladığımız budur ki, hətta kontrabanda ilə bağlı aparılan əməliyyatın özündə belə Azərbaycan dövləti tədricən bu qırılma nöqtəsindən gəlib çatıb. Və bu gündən sonra bayaq elədiyimiz söhbətlər, yəni ənənəvi Rusiya-İran baskısı məngənəsinin arasında sıxılan hər ikisinin təsiri altında olan Rusiyanın qubernator kimi idarəsində olan bir ərazisi kimi ki, o qubernatorun da orada
dəniz sarayı qurula bilərdi. Yəni bu vəziyyətdən Azərbaycan çıxmağa cəhd eləyir, Azərbaycan çıxır artıq və bu bağın bu cür simvollarla ictimaiyyətə ötürülməsi, ictimaiyyətə verilməsi o siyasi xəttin açıq-aşkara vurulması, açıq o xəttin üzərinə gedilməsi deməkdir. Yəni Qərb regiona Zəngəzur xətti ilə gəlir deyə Rusiyanın buradakı Qərb heç yana gəlib eləmir. Var olan xəttlərinin vurulmasıdır bu. Yox. Qərb özü heç yana gəlib eləmir. Qərb özü həmişə bizə Rusiyadan, şimaldan gəlib. Yaxşı, bəs Zəngəzur məsələsi? Bizim açmağımız gələcəm ora. Bizim ərazimizə baxın, bu bizim üzərimizə gələn, işğala gələn Şimali Qafqazı, Cənubi Qafqazı generalların, marşalların içində bir dənə Rus yoxdur. Pənah bəy varsa desin ki, olub. Bütün familiyalar, soyadlar hamısı Fransız, İsveç, Alman. Və dövlət də ümumiyyətlə Alman dövləti idi. O aslında Romanov deyirik. O Golşteyn-Gottorp sülaləsində. Bu əslində Romanov sülaləsi deyil. Onun bir qolu sonradan Rus variantında. Başa və ermənilər də olur. Ermənilər indi alət kimi. Mədətov və digərləri. Gürcülər də, ermənilər də, bunlar indi yerli nökərlər kimi istifadə olunur. Amma qlobal proses aparan bunlardır. Almaniyanın, Avstro-Macaristanın, Prusiyanın məşhur o Golşteyn-Gottorp sülaləsinin bir törəmə qolu Romanov, birisi də Windsorlardır da, İngiltərə kral ailəsində ki, bu Yekaterina onun atasından, Georgdan bəri Windsor adlanmağa başladı. Almaniya ilə Birinci Dünya müharibəsində o qarşılıqlı problemlər ortaya çıxanda sülalənin adını dəyişib Windsor elədilər. Sarayın adını. Aslında Golşteyn-Gottorp sülaləsidir. Romanovlar kimi.